Məsələ burasında ki, təkcə Azərbaycana ərazi iddiası eləmir. Elə Türkiyənin özünə Ağrı dağ ərazisini, gerblərində indi düz yavaş-yavaş artıq Paşinyan deyir ki, biz ağırlanırıq, düzəldirik bu işləri. Gerbdən çıxardırlar, Türkiyə ərazi iddiasından əl çəkir. Hətta qayıt dedi ki, 39-cu ilə qədər erməni soyqırım məsələsi olmayıbdı. Ondan sonra ortaya atılıblar və s. və s. İndi onlar sözdə qalacaqmı, yoxsa əmələ də keçəcəkmi? Baxın, bunun bu tərəfi Ermənistan da buna tam da arxayın olmaq da olmur. Yəni çətin vəziyyət olduqları müddət ərzində təbii ki, bu cür açıqlama verə bilər, amma biz işimizi şansa buraxmalı deyilik. Təbii ki, bu məsələ rəsmi olaraq həll olunmalıdır. Rəsmi olmağın da qaydası budur ki, bütün məsələlər sülh müqaviləsinin öz əksini tapmalıdır və ondan sonraki mərhələdə artıq Ermənistanın atacağı addımlardan da söhbət gedir və hesab edirəm ki, Ermənistan artıq başa düşür ki, ikinci çıxış yolu yoxdur. Yəni onun üçün bölgədəki qarşıdurmalar da bu gün üçün indi məlum İrandakı vəziyyət məlumdur. Gürcüstan, Azərbaycan və Türkiyə kimi önəmli müttəfiqi bir kənara atıb Ermənistandan yapışası deyil. Bu aydın məsələdir. Ona görə burada bunun seçimi bir dənə qalır ki, şərq-qərb istiqamətində rahat hərəkət etməyin tək yolu nədir? Azərbaycanla münasibətləri normallaşdırmaq, Azərbaycana nisbətdə Türkiyə ilə münasibətləri normallaşdırmaq.